Dadan, dadan, aura. Dadan, dadan, aura, urra, aura. Da evinə gündə vaxtı getməli deyil. Axı ki, xalam nə dedi bir dəfə, Elman nə eləmişdi, səndən şikayət eləmişdi, əslində getməyə xodlar axtarırdı, nə dedi? Xalam dedi ki, ayırma, hansımızın evində toz yoxdur ki, o nə deyirdi, tozun çıxmaq istəyirdi, səni neyirdi, deyirdi, tozu meymun haradadır, aura, su iç, aura, aura, Dədəm var. Ay bu bizdə Səkanla danışım. Gəlir, qoyarım danışım. Ay sağ. Şu, baxa şu. Bax hələ, ay şu. Elə bir şeylər var ki, sən onu təmizləyən deyilsən. Ona görə də hava təmizləməlidir. Məsəl üçün, havada da amma nəmişlik olmadan mümkün deyil ki, o hava olsun. Məsəl üçün, havada su damcılar var. Ura, bu söz nə var? Ura, Türk var. Ura, evin bombasını eləməyiblər. Ura, dədəm var. Kimin evində toz yoxdur ki? Ura, kimin evində pintilik olmuş ki? Ura, məsəl üçün, nə yazır? Şu ziyafət hava, məsəl üçün, biz gəlinə yaxın, biz qəflətən getdik, gördük evləri. Ura. Bak elə var, orada nasıl burada, ura, sanki babalar yerdə səfələnmiş hər şey yox. Bətər gündəydi, nəysə, biz gəlin, qəflətən getdik, ura elədi, yoşdur da, Nə deyildik? Sonradan gəlin demirdi. Sonradan gəlmişdi, eləmişsən. Qabaqdan gəlmişdi, eləmişsən. Ura. Qoy kukulama danışım, kimi danışım. Ay kuku. Özümə danışım. Ay sağ ol. Mən özüm mənə gəlir, dava elə. Elə bir şeylər var ki, o auralar var ki, qurban olmalar. Deməli, sevinç. Elə bir şey, ay sevinç, ona deyirsən də. Semişka, Elçin deyəcək, xalam oldu Semişka. Elə bir şey, auralar var ki, məsəl üçün, mən, eşitirsən, elə bir şey, mən, bu, bayaq danışırdım, birinci hissəydi o. Bu ikinci hissədə onu bildirmək istəyirəm ki, eşirsənmi? Dinlə və bil ki, sən biləsən əgər bu ağzın açışını örmələk bu sevinci. Çaşdırır mənə. Niyə? Çaşdırır. Gecə paltar. Gəlin yox, uzun. Aşağısında nə var? Raziliz varsa da əgər, raziliz bir bazı, oraya geyinmək lazımdır. Resus yox, çünki dizdən yuxarı biraz açılır. Bir balaca nə olur? Otursam görünər dizdən yuxarı, bir balaca bir qarışdır. Axır ki, enli şalvarını geyinmək lazımdır. İnşallah, əgər ölməsəm qalsam, ölsəm qalsam da, qalmasam da, yəni, kimə qismət olar? Ya, ura. Bay, gedin kukulamıyorum. Sevim tuz qaldı o tərəfdə. Mən məsələlər ki, kompüterə deyiləm. Kukuya deyim, kompüterə deyiləm. Deməli, ay kompüter, bilirsən nə oldu? Mən bugün bir gün olacaq ki, axşam. Ura. Eşitirsiniz, bayaq eşitiblər, bula şahid. Allah sana buyurur ki, yerdə, göydə və yer və göy arasında olan şey, elə bir şey yoxdur ki, onlar Allah'a təqdis edib, şərinə tərif. Deməsin, elə bir şey yoxdur, hamısı yəni, deməmiş yoxdur. Mən də insanam, Allah mənə ağıl verib. Düzünü deyim ki, ay işıq, Değil mi? Bu işə kör baxım deyirlər, amma bu işə kör baxmaq yaxşı, necə baxmaq var. Elə də mən necə kör necə baxar, körlər daha çox yaxşı görürlər. Onlarda da fərq var, nəysə, hissiyat güclü olur, nəysə, elə bir şey deməli, bu bayaq burada Oliver'lə, bu qıza danışırdım, süpərsinə, yarımca qalıb deyərlər,
demək, bildirənmədim. Aysel, niyə? Niyə bildirənmədim? Ona görə ki, evdə pis aura var idi. Nə aurası? Məsələn, bu bioloji anam olan qatı düşmənin yox, əslində kökünü kəsmək üçün o hazır olan cəllad. O, bax, tokdan çıxartdım ondan danışandan sonra. Nəyi? Çünki bax, Racetkiyada Roşin, neynədin? Telefonumu bütün hər şeyi dayandırdım. Sonra avtomatdan da telefon söndürdüm. Sonra avtomatdan da, avtomat nədir? Evin ofisindən işığı söndürdüm. Gördüm, yox. Məsləhət Allahın izni ilə neynədin? Bildirmək istəyirəm ki, mən balkonda qapısını açdım. Kuxlanın da pəncərəsini, boşum, neynədir? Hava regulevka elədi. Nəyi? Regulevka eləmədi, təmizlədi, çistis elədi. Nəyi? Havada da, məsəl üçün, o tokla da, Ayso, tokda da qalır. O toku söndürürsə də, o fikrini söndürürsə, elə momentlər var, sənin həyatında çox göstərmə düşmənlər var. O, bioloji ana neynədir? Onunla danışandan sonra neynəmişdi? Bildiği havanı da açsın, ondan sonra evdən onun avrasını zirzibillər getdi. Amma yenə də qalıb, narahat deyilsən, yox. Yaxşı elədin. Hava təkcə iyi təmizləmir. Hava təkcə nəfəs üçün deyil. Hava həm də nə üçündür? Beyni də qidalandır. Sonra möhkəmləndir. Sonra deməli, möhkəm o ay ürək. Çalış, tanış, ay ürək. Nə yazır şu? Murad bax, belə racetka var idi, amma bu boydaqdır. Onun dalı isə bu boydaydı. Dalı yanı. Dalı açıq idi. Laylanı öldürmək istəmişdi, onu demişsən, o bir videolarda var. Sonra Allah saxlayır, uşaq törəcəkdir. Sonra o bir videolarda var. Sonra nəsə gəl bura. Bəlkə yenə açaq balkon qapısını. Yox, açmışam da. Haqqı hayqır. Qurban olmalı, ha? Deyələ. Elə bir şeylər var ki, məsəl üçün, mən bunu bura taxıram, Razivkə nəyi taxırıq? Toku taxırıq. O təmas var idi bayaqçı. Nuriyenlə təması bütün kəssin, havanı da açsın, dəyişsin. Zümrüdü sağ olsun. Bu kompresorun bir hissəsini verib. Anan ala bilmirdi sənə. Ömrümdə o mənə işini alır. Nəysə, aldığı da öz qazandığına nəysə, paralel gedən nəysə. Anam zaten yoxdur mənim. Zeyşadın da anası olmuyor. Qardaşım. Deməli, o həmişə neyini, onunla əlaqəni kəssin. Ay öyle. Bir dənə də söz deyib, bax yarım çıxalmışdı. Qızım, çıpılı. Sən də incimə. Başa düş ki, elə bir şeylər var ki, sən belə bərbəzəyin var. Anan alıb yufka. Mənim anam mən heç vaxt almıyorum. Məsələn, mən hamilə olanda yufkam yox idi. Qışı yufka əvəzinə palton vardı bir dənə köynə. O, bax belə yufka bu hissəsini kəsdim. Özüm rezin saldım boynuna, burasına. Düyməni də belə tikdim. Düymə yerin. O mənim oldu yufqam. Təsəvvür edin. Özə o qıssaydı o palto mənə. Nəysə. Ana nə deyirdi? Deyirdi mən nəyə görsən, mən sən amma həmişə onu inəyib nifrət edirdim, deyirdi hamilə bax. Həmişə edib. Sonra dəli şeytan. Neynədir? Deməli o onun aurası idi ki, ay sol, mən elə boşun, sən bayaq sözü bitirə bilmədin. Və nə olmuşdun? İflic olmuşdun. Bir saat. O iflic olduğumda da onu da deyəsən o bilsin sonra. Deməli, iflic olduğumda da nə təbliğ edirsən? Yox, nə təbliğ edirsən? Kukla,
da Allah'a təqdis tərif edir. Ancaq biz onların dilini bilmirik. Allahımız buyurur. Hər bir şey yerindən göydən sonra arasında olan hər şey. Sonra deməli, Zümrüz bu köhnəsini ziyafət verdi. O yaxşı elədi. Kompütür. Yoxsa Allah. Nə var yazdım? Kompütür mənim anam bacımdır denə. Kompütür mənim anam bacımdır. Sonra anam bacım yerindədir. Aşıq indi. Deməli, bu onun polislərlə deməli birləşib. Necə oldu sevinç? Yəni ki, 1 saat çəkərdi də. Yəni, nə oldu? Onlar hazırlaşıb gəlirlər, ayəcəz. Nə oldu? Sən nə hiss eləmişdin? O aura mənə tutmuşlar. Mən bilmirdim nə baş verdi. Sən iflic oldun. Nəysə, nə oldun? Mən uzandığım yerdə o Allah mənə qeybdən bildirir da. Nəzarət edənlər nə edirdi? Bir oğlan səsi idi. Amma qulağımla eşitmirdim. Qulağımla ürəyimin arasında. Nə eşidirdim? Dedi ki, heyf. Belədir, mən iflic olanda. Səni əməli başda güllə vuran eləsəydilər, o alçaqlığa eləməsəydilər, bəlkə cənnətə gedərdilər. Bəlkə də amma getməzdilər. Çünki orada onların nə işi var idi, səni nəzarət edirdi. Sən nə deyirdin? Nəysə, yox, de. Sən namaz qılırdın, Quran oxuyurdun. Həm də deyirdin ki, mən zəng edirdin, polislərə deyirdin. Nə deyirdin? Allah'a qurban olun. Yaş qoy mən deyim. Sən Elmana görə deyə bilmərsən deyə danışa bilmirsən. Sən deyirdin ki, Elman adam öldürür də, gedin onu nəzarət edin. O bandit. Məndən nə istəyirsin? Mən hiss edirəm, siz danışırsınız. Amma bütün danışıqlar yox. Axır ki, Allah sənə qeybdən xəbər verirdi. Nəzarət edənlər evinizdə nəsə qoymuşlar, aparat. Hə? Danış onda. Deməli, mən iflic oldum. Onlar neynədilər? Qapını sındırırlar. Elə ki, necəsə qapının şüşəsini Allah sındırırlar. Elə açıb da girirlər. Bir də gördüm ki, özü yavaş-yavaş girirlər. Əvvəl başqa cür formalarda girirlər. Biz evdə olmayanda da uzatma ki, demək, mən iflic ucu uzanmışdım yerində. Bir də bu gizlər içərir ki, biyoloji katalizator var ya, o düşünən ana hesab olunan. Yox, biyoloji ana katalizator hesabında olan düşmənin də kişi xəylaqlar səslərindən gördüm. Nəysə, girdilər, neynədir? Mənə iynə vurdular. Yenə, yatdığın yerdə. Sən iynəni hiss elədin? Yox. Amma ki, biri üstün belə əyildi, mənim öfkəm tutdu, sonra iynə vurdular, getdilər. Deməli, xalam hesab olunan, o da düşmənin, qatı düşmənin, qızı ülkər nədir? Anam səni bastırdı, mən də bastırdım. Bastırdı, nəysə, məşdağı səni saldırdılar, özlərinin günahları olurlar. Sonra bu triyapkalar qədər qiymətli olmayan 18-ci bölmənin rəisi də nə dedi bana? Dedi, rəis sənə cəza vermək istəyir ki, sanki ağlarının boşunu çıxanda da mənə yazdırdılar ki, bilir, niyə yazdın? Ki, onsuz qoymayacaqlar yazmasam. Nə yazdım? Çıxmaq üçün, qızıma qovuşmaq üçün nə yazdım? Yazdım ki, yazırdı ki, mən daha heç kəsin işim olmayacaq, falan deşməyəcəm. Söz verirəm. Sonra xalan qızı, nəysə, demə, yabıçılığım demə. Nəysə, anası sifət ülkər, qadışıya və məhərrəm olan, nədir o, uşaq həkimidir? O elə həkim olar, anası daha doğrusu mamama deyirdi ki, o institut oxuyanda, medinüstü, deyirdi, buna deyirəm ki, heç olmasa anatomiyalıqdır da, heç olmasa anatomiyalıqdır, həkim olur.
Nəysə, deyir ki, onu toxunur. Aha, sonra qurban olmalı. Aha. Demək, Allahın şahidliyi ilə deyirəm ki, aha, onu da deyir, yaxşı. Deyir, Roza o solmaz halanda, aha, nə edirdi? Mən bir anda deyim, yaxşı, onu da deyir, Allah hətini də uzatma. Demək, onu Lalə ilə, aha, yaxşı, o hansını istəndi. Və iş, onu deyim ki, birini seçdir. Demək, iş zadı elədiyin demə sonra, Elmanı kömək elədiyin də demə sonra, səni dərxanaya saldığın, öz xalan, onlara demişsən, davay denə, demişsən, nəysə də, nəyə çatdırmaq istəyirsən Kuklana? Ki, Kuklana, aha, Kukla görüşürsən, danış. Kukla deyirəm, xatır, mikrofonu götürdüm, buyur. Deməli belə, Kukla xanım, İşıq bəy, məsəl üçün. Şimdi, Roza Şərşünaslığın bizi kitabxanasında müdür işləyirdi. Hansı fakültədə? Şərşünaslıq. Bakı Dövlət Universitetində. Neynədir? Getdim bir dəfə yanına. Gördüm bütün o işçilər qəşə-qəşə yığılıblar, söhbət edirlər falan. Bir, işləyir mikrofon danış. Amma Roza baykuş kimi oturmuşdu belə, özü də sifəti nəysə, o cin vurmuş neyniydi? Tək, üzümdə piçir verdim, bir qərbi gəldi mənə ki, nəysə, iş yoldaşları ona net deyirdən. Çünki o, tanıyırlar ki, zirzibil yığıntısına ibarət ürəkdən özür ki, ürəkdən zay insan, iş yoldaşları da onu adam yerine koymuyordu. Çünkü o adamlığı çatmıyordu. Sen şəkilini koy. Yok, şəkilini koy. Allah xətrinə koy şəkilini. Deyirsən ya, o bir videoda paylaşmışım şəkilini. Elşad qardaşının o diyaloji qardaşının sayılan o boşun Elşadın kanalı içində Elşadın şəkili var. Deyəsən oradadır. Sonra demək yadından çıxıram, beynim dincəlir, həm də yadından çıxır. Allah şükürlər olsun sən Allah'ım. Sonsuz təşəkkürlər edirəm Allah'ım. Sonsuz minnətlərim Allah'ım. Qurban olma Allah'ım. Sonsuz minnətlərim Allah'ım. Allah'a qurban olma Allah'ım. Sonsuz minnətlərim Allah'ım. Minnətlərim Allah'ım. Danış. Demək mənə, yaxşı verirəm. Necə dambadıb. Ay. Bu nə işləyir sən başa? Ola, papağını qoy bura. Belə həkimlər kimi, mesestralar kimi, küfetçilər kimi görünməyə çalışmırsansa da, amma bacı, sənə deyim ki, sübh namazın vaxtı başladı. Bacın deyil, axı ki, bax mənə, heç bacım mənə söz deməyib, öcək bacını, deməyib, sonra deməli bacıların tez olsun namazın vaxtıdır. Deməli nə oldu? Deməli bir dəfə Roza evdən çıxanda o ağır adamı tutur da, yəni bildik, yəni maman da polislərlə birləşib gələndə sən artıq iflic niyə iynə vururlar ki, anan gətirir demiş onlar. Həmişə hədə qorxu gəldir, amma hədə qorxu o dəfə gəlməzlər. Necə girlər içəri, gördülər sən iflitsən, yenə də o vəziyyətdə vurur. Anan dedi, baba nə olur sənə? Yox, şey deməz. Sonra sən də onu söydün, qəhbər rədd oldu. Sonra atılışdın, ondan sonra iflitin keçdi bir qədər sonra. Yaxşı elədin söydün. Niyə söydün? Onlar niyə gətirməyinə vurdur? Dəlidə onu öz yerində sən. Sonra Roza da ki, solmaz. Neynədir? O evdən çıxacağı niyyəti ilə, yəni pis niyyətlə daha doğrusu cadı yox. Pis niyyətlə evindən, məsələn, o kiməsə pul verəndə, nəysə verəndə də elə bir şey,
bir məsələn uşağın başına var, belə fırladı, qadabalam getsin, deyə, nəysə, verirdi, həmşirəm mən onu ilə tanıyırım. Sonra neynədir? O gətirmək üçün evdən çıxandan təsəvvür ki, biz o müddət idi. Nədən bilsin? Çünki onun evindən bizə yarım saatlıq yol etsə, biz yarım saatı Lalə ilə biz bir günə düşdük. Hey, belə əsnirik, dal. Elçət Mirzənlə bir sözü eşitmişəm. Deyir, əsnəmək güyədən ağzı, o cin ilə nə olur, bilmirəm. Nəysə, aura. Ki, Lalə ilə mən yarım saat dayanmadan əsnəyir, yorulmuşdu, həm də gülürdü, əsnədikcə gülürdü, bir qəribə bir hal idi. Yəni, durduğumuz yerdə əsnirik. Sonra qapı döyüldü, yarım saat əsnədik, qapı döyüldü, yarım saatdan çox idi nəsə. Rozu evdən çıxandan o arası bizə bəyə, gətirdi neynədir? Onda əsnəməli keçdi artıq. Gətirdi bir gözəl. Axı ki, sumkadan balonda mürəbbələr, bir neçə 5-6-7 dənə balaca bankalarda bir kişoluq da var idi, 2 kişoluq da vardı mənim. Nəsə, varenya zat gətirmişdi. Qoydu, mən də dedim, həvəsləndim, dedim, ay Roza xal, bizdə də, getdim, sizdə də olmurdu işraf, amma ki, Xalzəngdə bir dənə bankada var idi, bizdə də varenya. Dedim, desən varenya idi, nəsə, sən də dedin, nə dedin? Dedim, bunu, sən də bunu götürür, apar, yəni, mən də bunu verim sənə, neynədir? Gözlərinlə, yenə baba yaxçısını, nəysə, bax, sənin ceyran bağların var, Allah hamıya qismət eləsin deməzlərə, çünki Allah bilir kimə nə qismət edir, əsas o ki, Quran-ı Kərim oxuyarsınız, əgər uşaqlarınız yoxdursa da, Allah sağlam, xoşbəxt eləsin olanların üçün də, bütün uşaqları, müsəlmanları, amin, amin. O bir dünyada Allah cənnətə şüsələr verəcək, hamısına. Başı tərəf. Cənnətdə istədikləri hər bir şey var, ay sevinç. Amma yaxşı mənada istədikləri. Sevdikləri yaxşı şeylərdən. Hələ görmədiklər, bilmədiklərdən. Allahın şahidliyi ilə deyirsən. Nə vardı? Belləməliyiz, nə əslində? Sübh namazının vaxtıdır, oynama, get. Yaxşı, öpdüm bunlar, yaxşı, gəl. Get sübh namazına, gəl. Şu qazları yığışdır yerdən, aura pis qaz sevinç. Evdə zirzibil olanda cinlər gəlir, cin şeytanlar. Söndür, get. Gəl.